Bostan Sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri mövzusunda konfrans keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Həmkarlar İttifaqlarının üzvləri iştirak ediblər. Konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, əhalinin sosial rifahının yüksəldilməsinin Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Layiqli əməyin təminatı sahəsində aparılan islahatları, uğurlu məşğulluq proqramlarını qeyd edən nazir, əmək və məşğulluq alt sisteminin üstünlüklərini, dövlətin sosial xidmətlərinin elektronlaşdırılması sahəsində son illər əldə olunan uğurları diqqətə çatdırıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev konfransın mövzusunun aktuallığını vurğulayıb, rəqəmsallaşmanın və süni intellektin əmək bazarına təsirlərini qeyd edib. Tədbirdə Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilber Humpo, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luke Triangle, Türkiyənin Əmək və Sosial Müdafiə naziri Vedat İşıkhan və başqaları konfransa video müraciəti ünvanlayaraq təbriklərini çatdırıblar. Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev Ümumdünya Əməyin Mühafizəsi Günü və kollektiv müqavilənin 120 illiyi ilə bağlı təbriklərini çatdırıb, əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri barədə fikirlərini bölüşüblər. Konfrans əməyin mühafizəsi, reallıqlar və trendlər və süni intellekt, rəqəmsallaşma, risklər və imkanlar mövzusunda panel müzakirələri ilə davam edib.